Bakı şəhərinin mənzil bazarında son 3 ildə qiymətlərin 2 dəfə, hətta daha çox artdığı deyilir. Kəskin bahalaşmanın səbəbləri nələrdir? Paytaxtın hansı rayonlarında qiymət artımı gözlənilir? Qlobal İnfoza danışan iqtisadçı Kənan Quluzadə deyib ki, mənzil bazarında baş verən qiymət artımının əsas səbəblərindən biri təklifin məhdudlaşması ilə bağlıdır. Stat. Paytaxtda torpaq sahələrinin azalması yeni layihələrin reallaşdırılmasını çətinləşdirir. Xüsusilə mərkəz və prestijli rayonlarda bu məhdudiyyət daha çox hiss olunur. Eyni zamanda paytaxt əhalisinin artması, regionlardan köç axını və xarici vətəndaşların daşınmaz əmlaka marağı tələbatın yüksəlməsinə səbəb olub. Əhalinin böyük hissəsi pulunu mənzilə yatıraraq onu dəyər itkisindən qorumağa çalışır. Bu isə bazarda əlavə tələb formalaşdırır və qiymətləri artırır. Paralel olaraq, Bakı turizm potensialına görə qonaqlar üçün cəlbedici şəhərdir. Gündəlik kirayə xidmətlərinə marağın artması Bakının bəzi rayonlarında mənzil qiymətlərinə təzyiqi artırıb. Paytaxtın mərkəzi rayonlarında bu amil xüsusilə nəzərə çarpacaq. Statın sonu. Əmlak məsələləri üzrə ekspert Elnur Azadov isə bildirib ki, Bakıda ən yüksək artım Ağşəhər ərazisində olub. Həmçinin Nardaran Ləhəş bağlarında Sibrizdə torpaq qiymətləri 70-100% arasında bahalaşıb. Əziz izləyicilər, xəbərlərdən məlumat almaq üçün kanalımıza abunə ola bilərsiniz.